Yaxın əyləşin, yaxın əyləşin. Deməli, yatırlar, dururlar. Yeni qərarlar çıxardırlar. Lisey və gimnaziyalara qəbul. Nə bilim, aylarla deyim, illərlə deyim, valideynlər uşağı hazırlaşdırır. Və imtahana 5-10 gün qalmış bir qərar çıxır ki, qəbul 6-cı sinifi bitirənlər üçün, 7-ci sinif üçün olacaq. 4-cü sinifdən yox. Bu qərarı Naxçıvanskiyə imtahan verən zaman da çıxartdılar. Belə bir şey. Fizika, kimyanı ləğv elədilər, ay yarım qalmış. Buraxılış imtahanına əsasən götürdülər. Yəni bunu ancaq imtahana bir neçə gün, bir neçə ay qalmış eləmək lazımdır. Bunu sentyabrdan eləmək olmaz ki. Yəni insanlar hazırlaşır, valideynlər boğazlarından kəsir, uşaqları hazırlığa qoyur və imtahana 5-10 gün qalmış bir qərar çıxır ki, liseylərə qəbul dayandırılıb. Bu necə oldu? Bu ümumiyyətlə cəmiyyəti, milləti bir düşünən var, bir fikirləşən var. Bu uşaqlar hazırlığa, hər şey qırağa. Nə qədər valideynlər əziyyət çəkib.